-2 oksidaşma dərəcəsi. Bu qədər. İndi gəlirik valentliyə. Valentlik nədir? Valentlik biz sizlə kovalent rabitəni keçmişik. Maddə nə qədər rabitə əmələ gətirə bilirsə, o valentlikdir. Yəni, məsəl üçün, karbon qazının formulunu, əgər bu formada yazırıqsa, karbona birləşən xəttlər neçə nədir? 1, 2, 3, 4. Deməli, karbon olacaq 4 valentli. Yəni, karbona, ümumiyyətlə karbondan söhbət gedmir. Atoma nə qədər xətt birləşirsə, həmin o xəttlərin sayı valentliyi göstərir. Deyirik ki, normal halda atomun tək elektronların sayı həm də onun valentliyini göstərir. Biz bunu atomun quruluşuna demişdik. Əsas yarım qruplarda valentliyin maksimum qiyməti qrupun nömrəsinə uyğun gəlir. Yəni, bir element neçənci qrupda yerləşirsə, maksimum o qədər valentliyi göstərir, həm də oksidaşma dərəcəsi göstərir. Lakin, bayaq dediyimiz kimi, fon qrup elementləri var. Flor, oksigen, azot. Bunlarda maksimum valentliyi yerləşdiyi qrupun nömrəsindən üst-üstə düşmür. Deyəcəyik ki, ilk öncə flor. Flor dedik ki, bayaq minimum 0 göstərir, maksimum müsbət -1 oksidaşma dərəcəsi göstərir. Daha doğrusu, tərsinə yazdım. Minimum -1, maksimum 0 oksidaşma dərəcəsi göstərir. İndi gəlin valentliyinə baxaq. Flor normalda yerləşir 7-ci qrupda. 7-ci qrupda yerləşirsə, onda maksimum valentliyi olmalıydı 7. Lakin flor 1 valentli olur. Sabit 1 valentli elementdir. Sonra baxırıq oksigenə. Oksigenin bayaq dedik ki, minimum -2, maksimum -2 oksidaşma dərəcəsi göstərir. Oksigen yerləşir 6-cı qrupda. 6-cı qrupda yerləşirdisə 6 valentli olmalıdır. Oksigen olur 2 valentli. Oksigen sabit 2 valentli elementdir. Lakin bir dənə H3O müsbət, bir də CO, yəni dəm qazında oksigen göstərir 3 valentli. 3 valentli. Yerdə qalan bütün birləşmələr 2 valentlidir. Bu istisnadır. Təbii ki, bizim istisnalarımız da qaydalarımızı pozmur. Azot. Azot bayaq dedik ki, minimum -3, maksimum -5 oksidaşma dərəcəsi göstərir. Yəni, -3 və -5 arasında rəqəmlər ala bilər. Azot yerləşir 5-ci qrupda. Deməli, 5 valentli olmalıdır maksimum. Amma azot olur 3 və 4 valentli. Yəni, maksimum 4 valentli olur. Ona görə də fon qrup elementlərində valentlik yerləşdiyi qruplardan üst-üstə düşmür. Valentliyinə görə elementləri bölürük 2 yerə. Sabit valentli və dəyişkən valentli elementlər. Sabit valentli elementləri əzbərləməliyik. Sabit bir valentli elementlərimiz hansılardır? Hidrogen, flor, bir də ki, birinci qrup metalları. Litium, natrium, kalium, ribidium, gümüş. Bunlar sabit bir valentlidir. 2 valentlilər hansılardır? Oksigen, bir də ikinci qrup elementləri, yəni qələf torpaq metalları. Magneziumdur, kalsiyumdur, baryumdur, sinkdir, berilyumdur və s. Yəni, bunlar həmişə sabit 2 göstərir. Sabit nə deməkdir? Harada baryum görsəm, başına yazıram 2. Yəni, 2 valentlidir. Başqa bir valentliyi göstərə bilməz. 3 valentli olanlar borun, alüminiumdur. Karbon isə 4 valentli elementdir, sabit 4 valentli. Dəyişkən valentlilər isə geridə qalanlardır. Məsəl üçün, xlordur, bromdur. Bunlar dəyişkən valentlidir. Həm 1, 3, 5, 7 valentli ola bilər. Kükürt 2, 4, 6 valentli ola bilər və s. Bunlar da öyrənsəz yaxşı olar. İndi gəlirik valentliyin tapılmağına. 99% valentli ilə oksidaşma dərəcəsi üst-üstə düşür. Baxın, məsələn, SO2. Bir yazıram SO2, bir yazıram SO3. SO2-də bayaq dedik ki, kükürdə əgər X yazıramsa, oksigenə -2 yazıramsa, yazıram X üstə gəlinsin, -2 vurulsun 2 bərabər 0. X olur burada müsbət 4. Müsbət 4 bunun oksidaşma dərəcəsi isə deməli, kükürt burada həm də 4 valentli olur. İkinci qaydası necədir valentliyin tapılmağında? SO2-də. Oksigen sabit 2 valentlidir. Başına yazıram 2. Həmişə 2 göstərir. Oksigenin valentliyini vuram onun ayağındakı rəqəmə. 2-ni 2-yə vurdum 4. 4-ü bölürəm kükürdün ayağındakı rəqəmə 1-ə. Yenə eləyir 4. Deməli, kükürt burada olur 4 valentli. SO3-ə baxırıq. SO3-də kükürdə 1X yazıram. Oksigen -2-dir. Yazıram X üstə gəlinsin. -2 vurulsun 3. Bərabər 0. X burada olur müsbət 6. Deməli, kükürt müsbət 6 oksidləşmə dərəcəsi göstərir. Deməli, həm də 6 valentli olacaq. Gəlin yoxlayaq. SO3-də oksigen 2 valentlidir. 2-ni vururam 3-ə. 6. 6-nı bölürəm kükürdün ayağındakı 1-ə. Elə 6. Deməli, kükürt doğrudan da burada 6 valentli göstərdi. Və yaxud da H2S-ə baxaq. H2S. Hidrogen sabit bir valentlidir. Hidrogenin valentliyini vuram ayağındakı rəqəmə. 1-i vuram 2-yə. 2. 2-ni də bölürəm kükürdün ayağındakı rəqəmə. 1-ə olacaq bu da 2.
Deməli, kükürt burada oldu 2 valentli. Yəni, kükürt həm 2, həm 4, həm də 6 valentli ola bilir. Və yaxud da gəlib mis O ilə mis 2O'ya baxaq. Mis dəyişkən valentlidir. Gəlin burada mislərin valentliyini tapaq. Oksigen 2 valentlidir. Deməli, mis də 2 valentlidir. Hardan bilirəm? Oksigen valentliyini vururam ayağındakı 1-ə. Sonra bölürəm misin ayağındakı rəqəmə. Cavab bilir 2. Oksigen burada 2 valentlidir. 2-ni vururam oksigenin ayağındakı 1-ə. 2. Bölürəm misin ayağındakı rəqəmə 1. Deməli, mis oldu burada 1 valentli. Bir də valentliyinə görə formulun çıxarılması var. Baxın, məsəl üçün necə olacaq? Valentliyinə görə formulu çıxaranda, məsələn, bizə verib fosforla oksigen, hərəsinin başında valentliyini verib. Bura məsələn fosforu 5 verib, oksigeni 2 valentliyir. Deyir ki, bu valentliyə uyğun formul çıxardım. Baxın, əgər valentlilər, yəni bu rəqəmlər hər ikisi ixtisar gedirsə, ixtisar aparım. İxtisar getmirsə, bu rəqəmləri çarpaz şəkildə elementlərin ayağına yazıram. Yəni 2-ni yazacağım fosforun ayağına, oksigenin ayağında yazacağım 5-i. Deməli, formulum olacaq P2O5. Baxın, məsələn, S-ə yazıram 6, oksigəndə 2. Deyir ki, bunun formulunu çıxardım. Bax, 2 ilə 6 ixtisar gedir. 2-yə ixtisar gedir, burada qalır 1, burada qalır 3. Onda çarpaz şəkildə yazsam, 1-i yazacağım kükürdün ayağına, 3-ü də yazacağım oksigenin ayağına, deməli, formulum olacaq SO3. Yəni, valentliyə görə formul bu formula çıxarılır. İrəli dərslərə bu hissəni yenidən izah edəcəm təbii ki. Sadəcə testlərdə qarşınıza çıxar deyə izah etdim. Bu belə. Məsəl üçün, burada oksidaşma dərəcələrini tapın deyir. Gəlin bir ikisinə baxaq. Məsələn, NH3-ə baxırıq. NH3. Hidrogen neçə göstərirdi qeyri-metallarla? Müsbət 1. Hidrogen müsbət 1-dirsə, azota yazıram X. X üstə gəlinsin, mənfi 1, müsbət 1 vurulsun 3, bərabər 0. X üstə gəl 3 bərabər 0. Deməli, X burada olur mənfi 3. Yəni, azot burada olur mənfi 3. Mənfi 3-dürsə, deməli, 3 valentli göstərəcək. Valentliyi də 3-dür, yəni. Məsələn, N2. Baxın, N2 birləşmənin tərkibində deyil. Bəsit haldadsa, bunun oksidaşma dərəcəsi 0 olacaq. Valentliyi təbii ki 3 olacaq. Valentliyi 3 olacaq. Bu ayrı şey. Valentliyini də hardan tapıram? Baxın, azot sərbəst haldadır. Bir dənə atomun götürək, azot atomunu. Neçədir? Bunun sıra nömrəsi 7. Gəlin bunun elektron formulunu yazaq. 1s2, 2s2, 2p3. Neçə dənə tək elektron var? Baxın, P-də 3 dənə orbitaldır, 3 dənə də elektrondur. 1, 2, 3. 3 dənə tək elektron var. 3 dənə tək elektron varsa, deməli, azot sərbəst halda 3 valentlidir. Yəni, bu buradan çıxır. CO-da. CO-da bayaq dedim ki, istisnadır. Oksigen burada 3 valentlidir, karbon da 3 valentlidir. Karbon sabit 4 valentli elementdir. Lakin bir dənə CO maddəsində karbon 3 valentlidir. Belə. H2O2. H2O2-də hidrogen yenə müsbət 1-dir. Oksigeni yazırıq X. Onda müsbət 1-i vururam 2-yə. Üstünə gəlirəm 2 vurulsun X-i bərabər edirəm 0-a. 2 üstə gəlsin 2X bərabər 0. 2X bərabər mənfi 2. X olacaq burada mənfi 1. Deməli, oksigen burada göstərdi mənfi 1. Bu qədər. Ümid edirəm ki, mövzu hər kəsə aydındır. Yenə də nəsə sualı olsa kiminsə verə bilər.